Monitor jurnalının təsisçisi və baş redaktoru Elmar Hüseynovun öldürülməsinin 21 ili tamam olur. Jurnalist 2005-ci il martın 2-də işdən qayıdarkən yaşadığı binanın pilləkənlərində odlu silahdan açılan atəş nəticəsində qətlə yetirilib. Onun ölümü geniş beynəlxalq rezonans doğurub. Hüseynov Azərbaycan hakimiyyətinin yüksək vəzifəli şəxslərini sərt tənqid edən məqalələri ilə tanınıb. Rəhbərlik etdiyi Monitor jurnalında korrupsiya, hakimiyyət-daxili münasibətlərlə bağlı dərc edilən araşdırmalar geniş müzakirələrə səbəb olub. Ölümündən sonra jurnalistin xanımı və azyaşlı oğlu Norveçə mühacirət edib. 2017-ci ilin aprelində Avropa İnsan Hüquqları Məhkəməsi Elmar Hüseynovun qətlinin Azərbaycanda effektiv araşdırılmadığına qərar verib. Qərara əsasən Azərbaycan hökuməti mənəvi zərərə görə 20.000, hüquqi məsrəflərlə bağlı isə 10.000 avro təzminat ödəyib. Azərbaycan hüquq mühafizə orqanları isə bəyan ediblər ki, onlar bu qətlin açılması üçün bütün lazımı səyləri göstəriblər. 1967-ci il iyulun 17-də Bakıda doğulan Hüseynov Azərbaycan Mühəndis İnşaat İnstitutunu bitirib. O, 1995-ci ildən jurnalist fəaliyyətinə başlayıb və ölümünə qədər bu peşədən ayrılmayıb. Həmin ildə Trend Analitik İnformasiya Agentliyini və Alver qəzetini, bir il sonra isə Monitor jurnalını təsis edib. Həmçinin Bakinski Bulvar, Bakinski Vedomosti qəzetlərinin təsisçisi olub. 1998-ci ildə Bakı Şəhər Məhkəməsi 3 tarixçinin iddiası əsasında Elmar Hüseynovu Azərbaycan millətini təhqir etməkdə ittiham edib və Monitor jurnalını 16.000 manat cərimə edib. Jurnal cəriməni ödəyə bilmədiyindən fəaliyyətini dayandırmalı olub. 2000-ci ilin fevralında Hüseynov həftəlik Monitor Weekly jurnalının baş redaktoru və naşiri olub. Bu jurnalın yalnız 10 nömrəsi işıq üzü görüb. Ciddi təzyiqlərdən sonra jurnalın yayımı dayandırılıb. Elmar Hüseynova isə vergidən yayınma faktı ilə bağlı cinayət işi açılıb. Lakin vergi orqanları vergidən yayınma faktını sübut edə bilmədiyindən işə xitam verilib. Bir il sonra Bakı şəhər icra hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalibovun şərəf və ləyaqətinin təhqir olunması və böhtan iddiası əsasında məhkəmə Bakı Bulvarı qəzetinin bağlanması barədə qərar qəbul edib. Qəzetin naşiri Elmar Hüseynov isə 6 ay müddətinə azadlıqdan məhrum edilib. Amma bir ay sonra beynəlxalq təşkilatların və ictimaiyyətin təzyiqi ilə azadlığa buraxılıb. 2002-ci ilin aprelindən isə Elmar Hüseynov yenidən Monitor jurnalını nəşr etməyə başlayıb. 3 ilin tamamında jurnal ölkənin ən nüfuzlu nəşrlərindən birinə çevrilib. Elmar Hüseynovun qətlinin üstündən 21 il keçsə də, hökumət bu cinayəti adekvat şəkildə araşdırmayıb və qətlə görə heç kim məsuliyyətə cəlb olunmayıb. Jurnalistin ölümünün ardından Azərbaycanda ifadə azadlığının durumu sürətlə pisləşməyə başlayıb.